Herkes salam, mən Emil Babayev. Bu günləri Camtasia Studio 8-dən nətər video editləməyi göstərəcəm. Daha doğrusu bir sayım, effekt qoymaq, videonun səsini azaldıb yüksəltmək, sonra videonu kəsmək, sonra da proqram nə idi? Üzr istəyirəm. Sonra da videonu bir-birinə nətər bitişdirmək, mahnı qoymaq və s. Hamısını eləyəcəm, görərsiniz. İlk olaraq Camtasia Studio 8-i yükləməniz lazımdır. Sonra gəlirsiniz bu yuxarıya. Burada New Project var. Proyektinizi açsınız. Məndə indi açıqda açılmayacaq. Açandan sonra gəlirsiniz. Burada bir-birində sizə danışım. Bu video çəkməkdir. Məndə action olduğundan, action var deyənə mən bunun video çəkənini istifadə eləmirəm. Bunu dediyim kimi video çəkməkdir. Bu işlərinizi, məsəl üçün bir dənə proyekt düzəldirdiniz. Proyektiniz axşamdır ya da yoruldunuzda. Bura ataraq onu sizə nətər deyim, yaddaşda saxlaya bilərsiniz. Məndə deyəsən yaddaşda biri var idi. Açdıq. Gözləyin. Deyəsən buydu. Bunu mən eləyirdim. Video dayandı. Sonra video seçirsiniz. Videonu seçdikdən sonra hansı videonu editləmək istəyirsiniz də. Məsəl üçün, mənim bir dənə videom var idi. Heyvanlara yemək verirdi. İndi o videonu alırsınız. Mouse'un sol tərəfdəki düyməsinə basıb saxlayaraq aşağı gətirib track 1-ə atırsınız. Gördünüz, indi olmur nədirsə, başdan eləyim. Gördünüz, bura atın. Videonu ora atdıqdan sonra bir dəqiqə mən atım tez. Attım. İstəsəniz bu videoya əgər gözləyin 2 dəqiqə. Herkes salam, mən Emil Babayev. Gördüyünüz kimi video belədir. İndi bu videoya effekt qoymaq göstərəcəm. Məsəl üçün belə deyək. Gəlin qabağa. Baxın, belə effekt qoymağı göstərəcəm. İstəyirsinizsə belə effektiniz olsun. Çıxırıq. Gəlirik buradan, xromumuzu tapırıq. Xroma basırıq. Xrom açılır. Burada YouTube yazırıq. YouTube'a daxil oluruq. Gözləyim bir dəqiqə. Məndə burada var idi. YouTube'a daxil olduqdan sonra buraya yazırıq green screen effekt yazırıq. Yox, effekt yox. Gördünüz, istəsəniz ancaq abunə ol butonunu eləyə bilərsiniz ya da həm like, həm də abunə ol butonunu. Basırıq. Mənim gördüyünüz kimi mən bunu götürmüşəm. Bəyəndiyimizi buradan seçirik. Məsəl üçün bunu götürək. Gəldi. Buna nə oldu? Bir dəqiqə mən tez başdan eləyim. Nəsə problem çıxdı. Basırıq buna. Green screen alta gəldi. Gözləyin. Bastıq. Məsəl üçün mən bunu bəyəndim. Bastım. Bu gəlir. Baxın. Mən arxaya atım. Gördünüz, belə gəlir. Burada da abunə ol deməkdir. Bilməyənlər üçün deyim.
Sonra da belə like çıxır. Əgər bunu bəyənmədinizsə, hansınsa bəyəndiniz, məsəl üçün də yükləmək istəyirsiniz. Girirsiniz ona, həmənki videoya. Mənim seçdiyim budur. Burada yuxarıda bu www.yə qədər, bura qədər silirik. Nöqtəyə də silirik. Yazırıq s. Sonra basırıq videonun, gözləyirik ki açılsın. Məndə internet biraz zəifdir deyənə gec açılır. Gördüyünüz kimi yükləmək istədiyiniz video sizin qarşınıza gəlir. Videoya bir dəfə basdıqdan sonra yüklə. Xeyr, bu deyil. Videoya basırsınız. Video gəlir. Videonu yüklüyorsunuz. Tıklayaq. Birini açaq. Ürək olur. Üzr istəyirəm. Məndə olduğun üçün ekran belə bilmirəm niyə qara göstərdi. Mən yükləmişəm bunu. Gördüyünüz kimi məndə ekran qaradır. Sizə qara göstərməyəcək. O mənim kompüterimdə problem var. Sonra yüklədiyiniz videonu daha doğrusu yüklədiyiniz veşi gətirib atırsınız bura. Bura atdıqdan sonra belə gəlir. Mən indi bu videonu da atım. Burada istədiyiniz yerə qoya bilərsiniz. İstəsəniz bura, istəsəniz başa qoya bilərsiniz, istəsəniz lap axıra. Mən sizə tövsiyə eləyirəm ki, ortalara bir yerə qoyun ya da başa. Gəldik demək belə. Video gələcək. Gördüyünüz kimi video gələndən sonra belə çıxacaq. Bunu nətər yığmağını indi sizə göstərəcəm. Üzr istəyirəm. Boğazım qıcıqlanır. Sonra burada tıklayırıq buna, basırıq daha doğrusu. Gəlirik ikinciyə. Sizə deyəsəm bu ya üçüncü olacaq ya ikinci. Basdıqdan sonra düşürük alta. Remove. Nəysə, basırıq buna. İngilis dilim biraz yaxşı deyil mənim. İndən deyim mən sizə. Sonra gördüyünüz kimi itdi. Amma qıraqlarında biraz yaşıllıq qalır. Biz buna tez X vuraq. Bu yaşıllığı belə gördüyünüz kimi belə eləsək belə olacaq. Biz bunu həmənki vidinə qaytarırıq. Ağa basırıq. Bunu silirik. Sonra altda bunları qaraldıb, ağardıb düzəldə bilərsiniz. Gördüyünüz kimi nə qədər yüksəldirəm. Yüksəldəndə itir yaşıl ekran, yaşıl şəkil. Sonra bunu nətər deyim, gizlədir. Bunu ən yaxşısı ortalarda bir yerdə qoyun. Bu da rəngini dəyişir. Bunu heç toxunmasanız da olar. Bu da ağardır. Bunu da axıra qoyarsınız. Elədikdən sonra buna bir dəfə tıklayırıq. Olur. Gördüyünüz kimi. İndi gəlin yoxlayaq. Görək. Elədi mi? Elə deyil. Gördüyünüz kimi çıxdı. Belə də oldu. İndi sizə indi videonu kəsməyi göstərəcəm. Əslində videonu kəsməyi hər kəs bilir. Məsəl üçün burada bir yeri bəyənmədiniz. Mən tez klip bin eləyim. Gəlirsiniz alta, bundan kəsmirsiniz. Bu bütün videonu silir. Gördüyünüz kimi burada split yazılıb. Basırsınız videoya. Bir basdıqdan sonra videonu kəsir. Gördüyünüz kimi yarıya ayırdı videonu. Əslində elə də yarı deyil. Bu videonu istəsəniz lap axıra bilərsiniz ya da başa. Əgərləri səhv yeri kəsdinizsə, burada buna basaraq gözləyin. Bir də basırıq. Bir dəfə əslində mən hərəkət etdirdim. Ona görə elə tez olmadı.
Buna siz əyərləri səhv elədinizsə, səhv yeri kəsdinizsə, bir dəfə basaraq bunu düzəldə bilərsiniz. Sonra videonun səsini qaldırıb azaltmasını göstərəcəm sizə. Audio, gördüyünüz kimi audioya basırıq. Burada özünüz seçə bilərsiniz ya da buradan azalda. Məndə indi 100%-dadır. Burada bilmirəm, görürsünüz, görmürsünüz. Mən istəsəm bunu çoxaldaram. İndi izləyin nətər belə. Salam mənim. Gördünüz səsim çox çıxdı. Bunu lap altı eləsək. Gördüyünüz kimi səs heç çıxmır. Dəqiqə mən bunu tez tutum. Gözləyin. Səhv elədim. Yanımda Rauf var. Əgər səsiniz yaxşı çıxmırsa, bunu qaldıra bilərsiniz. İndi başqa şey göstərəcəm sizə. O da əgər məsəl üçün bir yerdə səhv söz dediniz nəsə. Nə deyirdim? Əgərləri nəsə bir dənə səhv söz dedinizsə, hansısa yerində buna basırsınız audio. Sonra burada bu qırmızını biraz harda səhv dedinizsə, ora qədər axırına qədər gətirirsiniz və məndə indi səsim onu azdır, mən tez səsini qaldırım. Eləyək. Gətirdiniz. Bunu belə gətirdiyinizə bir dəfə basırsınız üstünə. Bu ayrı səs gəlir. Bunu istəsəniz indirərsiniz. Dəqiqə. Gördüyünüz kimi mən axıra qədər indirdim bunu. Sonra bunları bir-bir yerinə bitişdirirsiniz. Sonra bıraxsınız. Gördüyünüz kimi səs bitdi. Sonra başqa effektim. Gördüyünüz kimi Enes Batur videoya başlayanda Enes Batur'un o kafa atma neydi o? O kafa atma effektini nətər eləyə bilərsiniz. Onun üçün Enes Batur'un o kafa atma effektinin olmalıdır. Atırıq çölə bunu. Masa üstünə atdıq. Gördüyünüz kimi məndə var. Bastıq. Basandan sonra gətiririk istədiyimiz nöqtəyə atırıq. Məsəl üçün videonu başladıram. Gördüyünüz kimi belə səs gəldi. Enes Batur'un kafa atma səs. Bunu istəsəniz böyüdə bilərsiniz. Bunu məndə var başda. Gördüyünüz kimi. Gördünüz var məndə başda. Əgər bunu silmək istəyirsinizsə, bir dənə basıb delete eləyirsiniz, silinir. Sonra videonuza gördüyünüz videonuz yaxşı alınmır. Mahnı qoymaq istəyirsiniz, mahnını da belə qoya bilərsiniz. Bəyəndiyiniz mahnını atırsınız bura, amma YouTuber olanlar bilir ki, sizə nətər deyim, təlif yeməyən mahnılar olmalıdır. Mən təlif yeməyən bir dənə mahnı tapmışam, məndə var. Mahnını bir üstə atırıq. Bura atsaq, bu abunə ol butonundan qarışacaq. Bu track 3'ə atırıq. 3-cü sonra mahnı alır. Bu mahnını istəsəniz başlayan yerə qoya bilərsiniz. Mən qoyum. İndi düzəldim. Mən bunu elə-belə eləyirəm. Səsimiz az gələcək, amma mahnı yaxşı. Gördüyünüz kimi səsimiz gəlmir. Həmçinin mahnıda da elə eləyə bilərsiniz. Mahnını azaldıb çoxaltmaq. Gördüyünüz kimi mahnı az gəldi. İndi mən dal alıram hamısını. Sonra sizə göstərəcəyim axırıncı nə qaldı? Gözləyin. Bir də bu qaldı. Burada bunlara basaraq siz videonuzu nətər giriş eləsin onu seçə bilərsiniz. Məsəl üçün mən birini seçim, bu olsun. Siz gözləyin,
Dəqiqə mən aşağı düşüm. Gördüyünüz kimi bura ata bilərsiniz. İndi videonu başa atırıq. Niyə olmadı? Gözləyin. Nəsə olmadı. Hə, video burada nətər deyim, burada qaranlıqda axı belə olmayacaq. İndi mən tez qabağına atım bunu. Gəl başqasını götürək. Bunu götürək. Gəl. At bunun axırına. Gəlirik bura qədər. Nədirsə olmur. Bunu bilmədim. Bunu başqa videoda göstərərəm əgər istəyirsiniz. Bunu siz də eləyə bilərsiniz. Bu asandır. Son olaraq məsəl üçün Tug Life videosu çəkirsiniz. Mənim Tug Life videom var. İzləmək istəsəniz sağ tərəfdə i hərfinin üstünə basaraq videoma gedə bilərsiniz. Tug Life videoma. Bir də bu heyvanlara yemək verdi. O videoya da getmək istəyirsinizsə yuxarıdakı i hərfinə basın. İndi keçən dediyimə videonu dayandırmağa. Bir dəfə mouse'un sağına basırıq bir dəfə. Sonra gəlirik buna. Əslində e hərfinə basaraq da eləyə bilərsiniz. Axırdan 1, 2, 3, 4-cə bastıq. Videonun gördüyünüz kimi mən başını dayandırmaq istədim. Dəqiqə gözləyin. Biraz oralar dayandıraq ki görünsün. Bastıq. Burada neçə saniyə dayandırmaq istəyirsiniz onu seçsiniz. Gördüyünüz kimi mahnı gedir amma video dayanır. Mən bu mahnını silim. Gördüyünüz kimi video dayanıb amma video dayanıb da. Sonra açıldı. Daha sonra videonu tezləşdirməyi göstərəcəm sizə. Gəlirsiniz, videonun harasını tezləşdirmək istəyirsiniz ora. Sonra Clip Speed'ə basırsınız. Burada dəqiqələri göstərir. Mən bastım. Bir dəqiqə. Nəsə olmadı. Seçəyim bunu. Biraz qaldırağın. Bunu qaldır. Basırıq. Gördüyünüz kimi bütün videonu tezləşdirdim. Siz istəsəniz tezləşdirməyə də bilərsiniz. Mənim kompüter xarab. Əslində mənim kompüterim güclü olmadığından əgər biraz çox 400 zat güclə tezləşdirsəydim onda video donacaqdı. Hələlik bu qədər. Videoyu sizə başqa videoda logotip düzəltməyi göstərəcəm. O da Photoshop'dan. Gördüyünüz kimi Adobe Photoshop. Videoyu izlədiyiniz üçün təşəkkürlər. Əgər video sizə kömək elədirsə kompütasiya işlətməyə, videoya like atın. Belə videoların davamını istəyirsinizsə like atın. Kanalıma da abunə olun ki, mən belə daha maraqlı videolar çəkim. Görüşmək üzərə, sağ olun.